Salam əziz dördüncülər, hörmətli kanal izləyiciləri və dəyərli valideynlər. 4-cü siniflər üçün monitorinqlərə hazırlıq kitabından izahlarımız davam edir. Riyaziyyatdan olan yekun monitorinq 4-də olan sualların izahı ilə qarşınızdayım. İnşallah ki, sizin üçün bacardığım qədər sadə izahlar etmiş olub, sizə dəstək olmuş olacaq. İzahlara keçməmişdən öncə sizdən bir xahişim var. Videolarımı bəyənin, ətrafınızdakılarla paylaşın. Əgər kanala abunə olmamışsa kanala abunə olun. Bir də sizə bir məlumatı çatdırım ki, bizim 4-cü siniflər üçün il boyu olan hazırlıqlarımız var. Yay qruplarımız var. İstədiyiniz zaman istənilən qrupa qoşula bilərsiniz. Dərslərimiz əyani dərsdən heç nə ilə fərqlənmir. Daha üstün məqamlarda həm üstün cəhətləri var. Bir sınaq dərsinə qoşulun, dərsin gedişi ilə maraqlanın, necə dərs keçirdiyini görün. Ondan sonra qərarınızı verin. İstəsəniz davam edərsiniz, istəməsəniz də heç bir problem yoxdur. Bu qədər ətraflı məlumat üçün qeyd olunmuş nömrə ilə əlaqə saxlaya bilərsiniz. Nömrəni bir də bura qeyd edeyim. burada yazaq burada. 051 516 63 93. Keçək tapşırıqlara. 31-ci tapşırıqda yazır ki, saatda 60 km yol gedən maşın bir günə neçə kilometr yol gedəcək? Birinci bilməliyik ki, bir gün bərabərdir 24 saata. Deməli, bir gün yol gedəcəksə, 24 saat yol gedəcək və 66-nı vurmuş olaraq 1 saatda 66 getdiyinə görə 24-də vurmuş oluruq. Alt dəfə 4-ün 24 sonu 4 ilə qutaran bircə dənə variant var, A variantı. Yəni, bu cür hallarda demişdim daha öncə də. Vaxt daha önəmlidir. Son rəqəmlərin bir-birinə vurursunuz və alınan cavabın sonunda əgər bircə dənə o şəkildə, yəni sonu həmin rəqəmlə bitən ədəd varsa, deməli, doğru cavab olacaq. Keçirik 32-ci suaya. Şəkildəki fiqurun güzgü əksi hansıdır? Bu simmetri oxu olaraq götürmüş olsaq, qarşı tərəfdə bu simmetri oxundan eyni uzaqda olan, yəni tam bənzər, bir-birinin kongruent deyək də, yəni üst-üstə düşəndə bir-birini tamamlayan iki fiqur olmalıdır. Birincisinə baxanda görürük ki, tamamı demək olar ki, aşağıdan yuxarı 1 üst-üstə düşür, ikincisi üst-üstə düşür, üçüncüsü üst-üstə düşür, 4-də üst-üstə düşür, 5-də üst-üstə düşür, hətta 6-da. Yəni, yenə də bunlara baxanda görürük ki, burada pozulub, burada pozulub, yəni düzgün deyil, nə B deyil, nə C deyil, nə də D deyil, doğru cavab A variantı olmuş olacaq. 33-də yazır ki, çörək sexində 20 gündə 14.340 çörək pişirilir. Çörəklərin biri 2 manatdan satılarsa, bir gündə nə qədər gəlir əldə edilər? Çörəyin biri 2 manat, Allah eləməsin, bu qədər baha olsun, amma 20 gündə 14.340 çörək pişirilirsə, bizə bir günü lazımdır deyə. Ona görə də 14.340-ı bölmüş olaraq 20-yə. Sıfırları ilk öncə ixtisar aparırıq, bərabərdir. 14-ü 2-yə, belə deyək də, 2-yə bölüb yenidən 2 manatdan olduğuna görə daha sadə şəkildə deyək ki, zaten mən 2-yə bölüb yenidən 2-yə vurmuş oluram. O səbəbdən elə 1434 etmiş olacaq ki, doğru cavabımız B variantı. Yəni, hesablasanız da eyni cavab olar. Çünki indi artıq sıfırları ixtisar aparandan sonra sanki 1434-ü 2-yə bölürəm. Yenidən 2 manatdan satılarsa, yenidən nə qədər etdiyini tapmaq üçün 2-yə vurmalıyım. Ona görə də birbaşa elə cavabın, əgər bir ədədi 2-yə bölüb yenidən 2-yə vururamsa, deməli, həmin ədədin özünü almış olaram. 34-də baxırıq, yazır ki, hər birində eyni sayda gül olan 16 buketdə 96 gül var. 121 buketdə neçə gül olacaq? Deməli, biz bilirik ki, 16 buketdə 96 gül var. İlk öncə bir buketi bilməliyik. 96-nı böləcəyik 16-ya. Bu da bərabərdir. Bir buketdə 6 gül olduğunu tapmış oluruq. Və 121-dirsə, 121-ni də 6-ya vuranda 726 etmiş olacaq ki, doğru cavab C variantı. 35-də yazır ki, şəkilə əsasən bucaq AOC bucağının dərəcə ölçüsünü tapın. Biz bilirik ki, AOB açıq bucaqdır və açıq bucaq 180 dərəcəyə bərabərdir. 180-dən 73 dərəcə olduğuna görə AOC 180-dən 73 çıxanda edəcək 107 dərəcə etmiş olacaq ki, bu da A variantında var.
36 yazır ki, AD parçasının uzunluğu 38 santimetrdir. C nöqtəsi AD parçasını yarıya bölür. BC parçasının uzunluğu 10 santimetrdir. AB parçasının uzunluğunu tapın. Biz bilirik ki, A-dan D-yə qədər olan uzunluq cəmi 38-dir və C nöqtəsi AD parçasını yarı bölür. Yarı bölürsə, deməli, bura olacaq 19. Bu tərəfdə, yəni buradan bura qədər tamamı, burası da 19-dur. Və yazılır ki, BC parçasının uzunluğu 10 santimetrdir. Burası 10 oldusa, burası da olacaq 9 olmuş olacaq. Biz ki, AB parçasının uzunluğu nə qədərdir? 9 santimetr. Doğru cavab D variantı. 37 yazır ki, rəqəmlərinin cəmi 6 olan rəqəmləri müxtəlif ən kiçik 4 rəqəmli ədədlə 5-in hasili neçədir? Ən kiçik dediyinə görə biz kiçik ədəd yazmaq üçün böyük mərtəbələrə kiçik rəqəmləri yazmış olarıq. 4 rəqəmli dediyinə görə ilk 3 rəqəmi 1, 0, 2 yazdıqdan sonra yenilik sonuncu rəqəmi neçə yazsaq ki 6 olacaq. Baxırıq ki, elə 3 yazmış olsaq 6 olacaq və 5 ilə hasil edirsə bunu da 5-ə vursam sonu 5 alınan 2 dənə var. 1000-i vursam eləyəcək 5000, 23-ü də vuranda 115 etmiş olur ki 5115. Bu da C variantında var. Yazır ki, 38-də yazır ki, verilmiş şəklin 270 dərəcə dönməsini göstərən şəkil hansıdır? Biz bilirik ki, 180 dərəcə dönərsə, bu tərəfdə, o bursa digər tərəfdə qalacaq. Əgər 270 dərəcə dönmüş olursa, artıq bu üç bucaq yuxarı tərəfdə qalmış olur və yuxarı tərəfdə qaldıqda, bu bursa da aşağı tərəfdə qalmış olacaq. Buna görə də baxırıq ki, bu hansı şəkildə düzgün olacaq? C variantındadır. D variantı daha, belə deyək də, birinci baxaq ki, D variantının nəyə görə olmayacağını müəyyənləşdirmiş olaq. Baxırıq, bu uc, yəni bu əslində burası yuxarıda qalmalıdır. Biz də baxırıq ki, yuxarıda qalan isə burası aşağıda qalır. Bir də buna yaxşı baxaq. Fırlandı, bir dəfə fırlanmış olsa aşağı düşür. Yəni bu şəkildə aşağı qalmış olacaq. Və burada da məlum olur ki, bu yuxarı qalanda burada uc buradan çıxmış olacaq. Bir dəfə də fırlansa belə, bu ucun bu tərəfdə qalması önəmlidir. Çünki burada qalmalıdır ki, digər tərəfdə qalmaması bir dəfə də fırlananda gəlib bura düşmüş olur. O səbəbdən də C variantıdır. Yoxsa bu uc bu tərəfdə olduğuna görə D variantı deyil. Birincidən də düz vurğulamışıq. D variantı ilə C variantının olmamasının səbəbi yalnız burada üst bucağın hansı tərəfə çıxışı olduğu önəmlidir. 39-a baxırıq, yazı 120 dərəcəlik bucaq açıq bucağın hansı hissəsini təşkil etmiş olur? Açıq bucaq 180 dərəcədir, 180-də 120-dir. Hər ikisi 60-a bölündüyünə görə 3-də 2 etmiş olacaq ki, 3-də 2 hissəsi də D variantında var. 40-da yazır ki, bəzi ağac növləri 1 saatda 3 cm böyüyür. Hündürlüyü 40 cm ağacın en saatdan sonra hündürlüyü neçə santimetr olacaq? Məsələnin həllini uyğun ifadəni seçin. Hal-hazırda 40 santimetr var. Bundan sonra nə böyüsə üstünə gəlmiş olacaq. Hər saatda 3 santimetr böyüyünə görə n saatdan sonra n vurulsun 3 santimetr böyüyəcək ki, bu ifadə də harada var? Elə birincisində A variantında verilmişdir. 41-də yazır ki, nəsə ədədlər göstərir. Ədədlərin hasilləri hansılarının minliklərə qədər yuvarlaqlaşdırdıqda 6000 alınır. Birincisinə baxırıq ki, minliyə qədər yuvarlaqlaşda alınır. Burada alınmayacaq, burada alınır. Burada alınmayacaq, burada alınır. 6000 alınmasıdır. Burada alınmayacaq, burada da alınmayacaq, burada da alınır. Neçə dənəsi? 1, 2, 3, 4 dənəsi. Və hansılardır? Əlbəttə ki, deməli 6135, 5702, 5912, 6 deməli C variantı. 42-yə baxırıq ya ki, dolsa 4 litr 800 ml su tutur. Stəkanların hər ikisindən istifadə etməklə dolçanı elə doldurun ki, stəkanlarda artıq su qalmasın. Baxırıq ki, 4 litr 500 ml-dir. Biz stəkanlardan istifadə etmək üçün ilk öncə, yəni burada 200-ləri elə çıxmalıyıq ki,
yerdə qalan 500-ə bölünsün. Yəni burada sıfırların çıxmış olsaz, normalda belə. Sanki 48-dən biz nə edirik? 2-lərin çıxmış olaraq ki, neçə dənə 2 çıxsaq 40 qalmış olacaq. Bu da 4 dənə. Yəni 4 dənə nə tapmış olar? 4 dənə 200. 4 dənə 200 800 millilitr etmiş olur. 800 millilitri çıxanda, yəni 4 dəfə 200 millilitrlik qablan, yerdə qalan 400-də 5 neçə də 8 dəfə. 8 dəfə də 500 millilitr olmuş olur. Bu da 4000 etmiş olacaq. Yəni 4800 millilitrdir. 8 dəfə 500 milli harda var? 4 dəfə də 200 milli D variantında verilmişdir. 43-də yazır ki, ABC-də dördbucaqlının təpə nöqtələrinin koordinatlarını yazın. Bu dördbucaqlı, budur. Bir dənə qırmızı ilə bunu yazaq. Yəqin ki, bu. Bu dördbucaqlıdan danışır. Bu dördbucaqlının təpə nöqtələri indi qeyd etmiş olarıq. Birinci A-nı qeyd etmiş oluruq. A1 deməli A olacaq. 2.1 B olacaq. 2, 5. C-nin koordinatları olmuş olur. 7, 3 və D-nin koordinatları olmuş olur. 7, 6. Şimdi görək. 2, 1, 2, 1, 2, 4 yazılıb burada. 2, 1, 2, 5, 7, 3, 7, 6 D variantı. 44-də yazır ki, maşın hansı sürətlə hərəkət edir? Maşın deməli bu 160-dır. Burası da 200-ə qədər gəldiyinə görə neçə dənə 1, 2, 3, 4 hissəyə bölünüb. Hər biri 25 olduğuna görə bu olacaq 100 yox. 40-dır bu. Hər 10-dur. Bu da olacaq 170. 170, 180, 190, 200. 170 ilə hərəkət edir D variantı. Deməli 45-də yazır ki, şəkildəki modelin kəsilə ifadəsi hansı bənddə doğru verilmişdir? Burada 1, 2, 3, 4 dənəsi rənglidir. Bu 1 tamdır. 1 tam. Cəmi neçə yerə bölünüb? 12-də 4. Yəni bu da eləyəcək 12-də 4 də bərabərdir. 3-də 1 etmiş olur. 1 tam 12-də 4 yazılıb burada. 1 tam 3'də 1 C variantı. 46-ya baxırıq. Yazır ki, 13768 üstəgəl A üstəgəl B bərabərdir. 12768 üstəgəl 4347 üstəgəl 2479 olsa A üstəgəl B cəmi neçədir? A üstəgəl B cəminin neçə olmasını soruşur bizdən. Buna görə də biz ilk öncə 12000 buradan bir dənə minlik bu tərəfə vermiş olsaq, əslində buradan bir dənə minlik azaldıq. Deməli bu 4000-dən bir dənəsini versək, burası da gedəcək, burası da gedəcək. Plus bundan da bir dənə minlik çıxmış olur. Burada qalacaq 3347. Burada da 2479. Toplayaq bunu. 3347. Bu da 2479. Toplamış olsaq 47 ilə 79 edəcək 26, 126. Bir yadda 33 ilə 24, 57, o da bir 58. 5826 doğru cavab A variantı. Əlbəttə, mən daha qısa yolla istifadə edəsiniz. Bunları toplayarsınız bu cəmdən, yəni buradakı tam cəmdən bunu çıxmış olarsınız. Sadəcə görürəm ki, burada 1000 vahid fərq var. Bundan bir dənə minlik götürdüm, yerdə qalanlarını toplamış oldum. 47-ci suala baxırıq. Yazır ki, butulkada 1 litr su vardı. Orxan suyun bir qədərini içdi. Şəkildə nə qədər suyun qaldığı təsvir olunub. Orxan nə qədər su içdi? 1 litrdən, yəni 1000 millilitrdən çıxmış olur. Şəkildə qalan su 550-dir. 550-ni çıxmış olaraq. Qalacaq 450. Deməli, Orxan 450 millilitr su içmişdir. 48-də baxırıq, yazır ki, saat 13:15-də saat əqrəblərinin əmələ gətirdiyi bucağın növü hansıdır? 13, biz bilirik ki, burada 12-dir, burada da 1, 13-dür. 15-də, yəni bu 2, bu da 3 olmuş olacaq. Yəni saatın burada olduğunu düşünmüş olsaq və bu da bu şəkildə olmuş olsa, bu iti bucaq əmələ gətirmiş olacaq ki,
Doğru cavab B variantında verilmişdir. Növbəti baxırıq. 49-da yazır ki, yolun kənarında 9 metrdən bir ağac əkilmişdir. 1-ci və 16-cı ağac arasındakı məsafə neçə metrdir? Məsafə aralıqlarla hesablanır və sonuncu ağacdan birinci ağacı, yəni ki, bu ağaclar arasının fərqi aralıqları göstərmiş olacaq. Yəni 16-dan çıxmış oluruq. Biri bərabərdir. Neçə aralıq var? 15 aralıq. 15-i də vursaq 9-a, bu da bərabərdir 135 etmiş olacaq ki, doğru cavab B variantı. Növbəti 50-ci suala baxırıq. Yazır ki, 325 litr südü neçə 5 litrlik qablara doldurmaq olar? 325-i 5-ə bölmüş olsaq ki, 65 eləyir. A variantı bu qədər asan. 51-də yazır ki, xalçanın sahəsini tapın. Xalçanın uzunluğu 18 metr, eni də 15 metrdir. 18-i 15-ə vurmuş olsaq, bu da 270 olur. C variantında verilmişdir. 52-də yazır ki, meyvə ilə dolu yeşiyin hər birinin kütləsi 13 kiloqramdır. Boş yeşiyin kütləsi 2 kiloqram olarsa, 8 belə yeşikdə meyvənin ümumi kütləsi nə qədərdir? Doludur və 13 kiloqram olduğuna görə bu 13-dən çıxsaq 2 kiloqram yeşiyin kütləsidir. Deməli, hər bir yeşikdə 11 kiloqram meyvə var və 8 belə yeşikdə olan meyvənin kütləsi, bu da 11-i vurmuş olaraq 8-ə, bu da bərabərdir 88 etmiş olur. B variantında verilmişdir. Növbəti baxırıq ki, 53 yazır ki, 73 ulduz 5 kiçikdir 7 16-dan. Burada 6 olduğuna görə burada deməli göstərilməyib. Biz bu dik müqayisəsində simvolların hər ikisində də yerinə hansı rəqəm yaza bilərik. Hər ikisinə biz burada 3 yazmış olsaq, burada 3 olsa, burada 1 olacaq və əlbəttə burada 35 olur və 35 16-dan böyükdür. Ona görə də nə yaza bilərik? 4 yaza bilərik. Hər rəqəm yaza bilərik. 4 yaza bilərik və 4-dən böyüklər. Burada da zaten 4-ə qədər doğru cavab D variantı. 54-də yazır ki, tərəzinin tarazlığında qalması üçün hansı çəki daşları əlavə edilməlidir? Burada 10 kiloqram meyvə var. Burada 3 kiloqram, 4 kiloqram, 7 kiloqram, 500 qram var. Bir 500 qram lazımdır bizə. Bir dənə 500 qram lazımdır və 2 dənə də, daha doğrusu 2 kiloqram 500 qram lazımdır. Burası 500, bu da 500. Burası oldu 1 kiloqram, bu da 1 kiloqram. Oldu kiloqram, bu da 1 kiloqram. 2 kiloqram, bu da 500. Deməli, B variantı olmuş olur. 55-də yazır ki, Pərviz maaşının 7-də 1 hissəsini geyimə, 7-də 3 hissəsini ərzağa xərclədikdən sonra 2100 manat pulu qalarsa, Pərvizin maaşı nə qədərdir? Xərclənəni tapırıq, görən hansı hissəsini xərcləyib? 7-də 1 üstə gələnsin 7-də 3. Bərabərdir 7-də 4 hissəsini xərcləyib. 7-də 4 hissəsini xərcləyib və biz bilirik ki, cəmi bir tamdan çıxsaq 7-də 4-ü, yəni 7-də 7-dən 7-də 4-ü çıxsaq 7-də 3-ü qalmışdır. Bu xərclənəndir. Çünki qalan pulu bilirik biz. Bu da 7-də 3 hissəsi 2100 olan tapmaq istəyirsə 2100-ü 3-ə bölüb 7-yə vurarıq ki, bu da bərabərdir 4970 olacaq ki, doğru cavabımız A variantında verilmişdir. 56-da yazır ki, üçbucağın tərəfləri 242 cm, 198 cm, 224 cm-dir. Bu ədədləri onluqlara qədər yuvarlaqlaşdırıb üçbucağın perimetrini hesablayın. Onluğa qədər yuvarlaqlaşsaq bu 24 olacaq. Daha doğrusu 240 olacaq. Bu olacaq 200 olmuş olacaq. Bu olacaq 220 olmuş olur. Və bunun perimetrini tapmaq üçün 200-lər 600, 660. 660 da A variantında verilmişdir. Yəni perimetr tərəflərin cəmidir. 57 yazır ki, topanlardan biri 1784 digəri isə 2305-in 7 qatı olarsa, cəmdən 1008 vahid kiçik olan ədəd neçədir? Biri neçədir?
1784-dür. Digəri 2305-in 7 qatıdır. 5 dəfə 7 eləyəcək 35, 5 yazırıq. 3 yadda 7 dəfə 0-ın 0, o da 3, 7 dəfə 3-ün 21, 1 yazırıq. 2 yadda 7 dəfə 2 eləyəcək 14, o da 2 eləyəcək 16. Toplasaq bunları eləyəcək 9, 1, 8, o da bir 9, bu da 17. Bundan da 1008 çıxmış olsaq, 1, 1, 9, 16. 16911 D variantında verilmiştir. Davam edirik. Yazır ki, özünə kiçik biznes kuran məktəbli Lamiyənin aylara görə gəlirləri və xərcləri sütunlu diaqramda verilmişdir. Sütunlu diaqrama əsasən 58, 59 və 60-cı suallara cavab verin. Deməli, bu gəlirdir, qara, burada qara şəkildə də olsa, belə də boz rəngdə xərcdir. Yəni, bu xərcdir, bu gəlirdir. Xərc, gəlir. Burada xərc, bu da gəlir. Burada xərc, burada gəlir. Burada da xərc, burada da gəlir. Burada xərc, gəlir. Hesablayaq, xərc, bu da gəlir. Görək ki, nə sual verir. Lamiyə ən çox hansı ayda gəlir əldə etmişdir? Ən çox gəlir əldə etdiyi ay noyabr ayıdır. Yazırıq bura noyabr. Noyabr. Lamiyənin ən çox xərci çıxdığı ay hansıdır? Ən çox xərci çıxdığı ay isə yanvar ayıdır. Yazırıq ki, yanvar. Yanvar. Daha sonra deyir ki, Lamiyə 7 ay ərzində neçə manat gəlir əldə etmişdir? Gəlirlərini hesablamalıyıq. Bunun üçün də 30 üstəgəl manatla verilib əlbəttə. Alt da yazaq, daha yaxşı olacaq. 30, 2 ay 30'dur. Daha sonra 40, daha sonra 5, daha sonra yenidən 35, növbəti ay olub 20 və 35. Bu olacaq 70, 90 burası. Burası da 30, 100 də bura. Eləcək 195. Deməli 100, o da 90, 190, o da 5, 195. 7 ay ərzində neçə manat gəlir əldə edib? 195 manat. Əlbəttə bizdən gəliri soruşur. Qazancı soruşsaydı o zaman xərci də hesablayıb çıxmaq lazım olacaqdı. Bu qədər. Növbəti 5-ci monitorikdən izahlarla qarşınızda olaram. Hələlik sağ olun.